Salam, hörmətli Şimal Region TV kanalının baş redaktoru Elçin müəllim. Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm. Danışan Tovuz Dövlət Sosial İqtisad Kollecinin sabiq şöbə müdürü, Məşədlər kənd sakini İbrahimov Akif Əloğludur. Mən həmişə kollecin direktoru Hicran Əyibovanın yaratma işlərindən yazmışam. Siz onu şifalandırırsınız. Bugün də şikayətim Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Hicran Əyibovadır. Sizdən çox xahiş edirəm ki, Respublika Prezidenti İlham Əliyev cənabına və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əyibovaya müraciət edirəm. Xahiş edirəm bunu ictimaiyyətləşdirəsiniz, sosiallaşdırasınız ki, bu haqda prezident layıqlı cavab versin. Çox xahiş edirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabına, Suriyyət Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya, Tovuz rayonu Məşədlər kənd sakini 2-ci qrup əlil pensiyaçı yapın üzvü İbrahimov Akif Əloğlu tərəfindən ərizə. Hörmətli prezident, hörmətli Mehriban xanım, yazıb edirəm ki, Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Hicran Əyibovanın qeyri-qanuni işlərindən bütün aidiyyatı qurumlara şikayət ərizəsi yazmışam və Respublikamızın müstəqil televiziya kanallarında çıxışlar etmişəm. Çox təəssüflər olsun ki, 9 aydan çoxdur ki, şikayətlərimə baxan yoxdur. Qızım İbrahimova Əsmər 2013-18-ci illərdə Tovuz Dövlət Sosial İqtisad Kollecində dil ədəbiyyat müəllimi vəzifəsində, 2019-24-cü illərdə isə şöbədə laborant işləmişdir. 2024-cü ilin aprel ayının 30-da Tovuz Dövlət Sosial İqtisad Kollecinə yeni təyin olunmuş direktor Hicran Əyibova qızımın Dalandar vəzifəsində olduğunu bəyan etmiş və təkid etmişdir ki, süpürgə götür, həyət bacanı süpür. Qızım da dahi Heydər Əliyevin dediyi dahiyənə sözünü mən müəllimlikdən yüksək ad tanımıram. Kəlamını rəhbər tutaraq müəllimlikdən sonra Dalandar işləmərəm demişdir. Nə kollecin müəllimləri, nə də kollecin ailə həmkarlar təşkilatının rəhbəri və üzvlərinin heç biri direktor Hicran Əyibovaya deyənə qədər Əsmər xanımın Dalandar işlədiyini bilməmişlər. Hətta kollecin təsərrüfat işləri üzrə direktor müavini Tural Səfərov da heç vaxt bilməyib ki, Əsmər İbrahimova onun işçisidir. Çünki Tural Səfərov çox savadsız, hansı universiteti qutardığını bilməyən bir kar-kor şəxsdir. Əvvəlki rəhbərdə onu küçədən qadın alt-paltarı satdığı yerdə tutub təsərrüfat işləri üzrə direktor müavini təyin etmişdir. Çox varlı adamdır. Yüksək biznesmendir, hər şey satır, xarici maşınlar, xarici televizorlar, müxtəlif sosial məişət avadanlıqları, traktorlar, avtomobiller və s. Hər ay 4-500 min manat alveri olur. Həyat bacası elə bil ki, batdaqlı meşəsidir. Hörmətli prezident, hörmətli Mehriban xanım, bütün bunlara baxmayaraq yuxarıda adlarını qeyd etdiyim müəllimlər Hicran Əyibovaya xidmət edir. Haqq və ədalət isə tapdalanır. Nəhayət qızım İbrahimova Əsməri qeyri-qanuni olaraq ədalətsiz şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad edirlər. Əsası isə Tovuz Dövlət Sosial İqtisad Kollecinin ailədən ibarət sədr arvad, müavin isə dırnaq arasında. Həmkarlar təşkilatının savadsız və səriştəsiz 27 gün 2024-cü il tarixli 5 nömrəli protokolu olur. Hörmətli prezident, hörmətli Mehriban xanım, qızım Əsmər İbrahimova işlədiyi 11 il ərzində heç bir qüsuru olmamışdır. Həmişə rəhbərliyin təşəkkürünü almış və dəfələrlə mükafatlandırmışdır. Mən direktor Hicran Əyibovanın qəbulunda olmuşam, vəziyyəti izah etmişəm. Həyat yoldaşından ayrıldığını demişəm. Himayəsində 2 nəfər az yaşlı
məktəb yaşına çatmamış körpə uşaqları olduğunu demişəm. Nəzərinə çatdırmışam ki, Əmək Məcəlləsinin 79-cu maddəsi qızım kimi işçilərin işdən azad edilməyini qadağan edir. Direktor isə heç nəyi eşitmirəm. Mən heç kimi tanımıram. Nə prezidenti, nə də Mehriban xanımı eşitmərəm. Yalnız agentliyin sədri Ülkər xanım Səttarovanı eşitərəm. Nə desə onu dedəcəm. Hicran Əyibova vicdanlı müəllimləri vəzifələrindən azad edib, kənardan 30'a yaxın müəllim işçi qəbul edib. Yüksək maraq naminə. Qızım Əsmər İbrahimova 5 il müəllim, 6 il laborant işlədiyi halda Əsməri laborant götürmək əvəzinə 2 nəfər laborant götürmüşdür. Maraq naminə. Belə ədalətsizlik olarmı cənab prezident? Hörmətli prezident, siz həmişə çıxışlarınızda gəncliyin irəli çəkilməsini, heç bir məmurun, üzr istəyirəm, hər bir məmurun xalqa xidmət etməsini, xalqı incitməməsini, xalqla yola getməsini tövsiyə edirsiniz. Lakin kollec direktoru Hicran Əyibova sanki sizin əleyhinizə hərəkət etməklə fəxr edir. Hörmətli prezident, hörmətli Mehriban xanım, elə ifadələr var ki, onu xalqa açıq demək mümkün deyil. Məndə elə məlumatlar var ki, bu məlumatları ancaq sizə tərifdə deyə bilərəm. Odur ki, sizlərdən çox-çox xahiş edirəm ki, məni qəbul edəsiniz ki, sizə o məlumatları çatdıra bilim. Siz Azərbaycanın tarixində yeganə sərkərdəsiniz ki, ölkəmizin tarixi torpaqlarının 30.000 kvadrat kilometrini qaytarmışsınız. Buna görə də sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Mən yəqin edirəm və sizdən xahiş edirəm ki, mənim qızım haqqında verilmiş Əmək Məcəlləsinin 72 maddəsinin C bəndinin ləğv edilməsinə və işinə bərpa edilməsinə göstəriş verəcəksiniz. Odur ki, sizdən xahiş edirəm, çox-çox xahiş edirəm ki, bir xəstə ata kimi, qoca ata kimi qızımı işinə bərpa edilməsinə göstəriş verəsiniz. Ən azı 2 balasının, gələcək əskərin və gələcək Azərbaycan anasının fəxrinə. Çox sağ olun, cənab prezident, hörmətli Mehriban xanım. Mən elə bilirəm ki, səsimə səs verəcəksiniz. Sizə minnətdarlığımı bildirirəm, var olasınız.